görürsünüz bura, hə, baxın. Hələ 22 həftəyə bu çox tez yaranıb qızlar, belə olmaz. Bu özdə deyir ki, mən biraz böyüklərimi soyuq. Fizioloji ödəmlər əslində 28-30 həftədən sonra başlamağı norma kimi biz baxırıq. Az. Sən hələ 23 sənə elədirsə, biz görürlərdə nə göstərir. Ona görə nə edirik? Tuzlu üstü yemirik. Onlar yemirik, yatar qarnına yemək yemirik. Bir ayda cəmi bir dəfə şorx yer falan yedim. Olar, azmaz olar. Amma elə ondan sonra daha çox oldu. Çünki adam deyir ki, misal mən turşusuz abid edə bilmirəm, hətta yemək, axşam yeməyi yeyə bilmirəm. Toya getmişdim. Toyada heç nə olmaz, bir damcıq xiyazat yeyibsən, heç nə olmaz. Amma biraz ki, fizioloji ödəmlər normaldır. Burun biraz şişir, yanaqlar şişir, misal bir damcıq görürsən ki, ödəm var, amma batmır barmaq. Amma hansı hallarda ki, bərkir, hansı hallarda ki, barmaq batır, xəmir kimi, o artıq fiziolojidir. O bədəndə zülal etkisini bildirir. Həm böyrək mənşəli ola bilər, həm də qidalanma mənşəli ola bilər, həm də damarın özünün struktur pozunluğu ilə əlaqədar ola bilər, qapaq çaşmamazlığı ilə əlaqədar ola bilər də vena sistemimizdə. Ona görə nə edirik? Biz öldük deməkdən düzdür, ət bahadır, ət sonuçta yumurta yeyir, vinigret salatı eləyin yeyir, lobya yeyir, düz onlar da kök verir, qaz verir, amma ətə alternativ onlardır da istifadə eləmək olar ki, biz o istədiyimiz albuminlər, bədənə olan zülallar qana daxil olsun, qan öz zülal ehtiyatını stabil saxlamış olsun.